Saatlı rayonunda arvadına atası ona maşın almadığı üçün döyüb. Yəni qaynatası Yezniyə maşın almadığı üçün Yeznə qaynatasının qızını, yəni həyat yoldaşını döyüb. Bir neçə müddət ailə qursalar da övladları olmadığı üçün müalicə alırdılar. Xanımına bildiribdir ki, atana denən mənə maşın alsın. Xanımı da bunun özü deməyin istədiyini əsəbləşib, dırnaqarası kişilik damarı tutub və qadınını döyübdür. Və polisə müraciət edən xanım atası evinə yollanıb, ondan sonra həmin şəxsi, əri, yəni dırnaqarası kişini həbs edib. Qadınların açıq-saçıq geyinməsi, milli mənəvi dəyərlərə zidd hərəkətlər etməsindən çox danışıb, çox qınamışıq. Bəs kişilər sizə nə olub? Axı kişi bildiyin şəxs öz qadınına, ailəsinə sahib çıxmalı, maddi təminatı özü etməlidir. Müəyyən şeylər ola bilər ki, məsələn, borc ala bilərsən və yaxud da ki, müəyyən dövrdə nəsə ola bilər. Amma sən özünə maşın, özünə şalvar, özünə bir şey ala bilmirsənsə, sən necə ailə saxlayırsan və Allaha acıq getməsin, sizdən, səndən törəyən övladların cəmiyyətə faydası nə olacaq? Ümumiyyətlə, kişilər qaynatadan, qaynanadan, arvadın işlədir və yaxud da ki, o göz yumur ki, hansı yolla pul gətirsin, yaşasın. Bu kişilikdirmi? Bizim kişilərə, kişi xarakterinə nə oldu belə? Baxırsan TikTokda falan qadınlarını qabağa verib, açıq-saçıq geyindirib, pul gəlsin, hansı yolla gəlir, gəlsin, heç maraqlanmır. Müğənni kimi məsələn çıxarır, baxırsan ki, bunun yoldaşı, qadın, açıq-saçıq orasını, burasını, arxasını oynadaraq pul qazanır. Publarda, restoranlarda. Bu nə kişilikdir? Buna necə baxırsınız? Əziz cəmiyyətimiz, sizcə kişi necə olmalıdır? Və qadının, arvadının işləmək, qaynatası, atası, nə bilim, başqa formada onlardan istifadə edən ərlərə kişi kimi baxa bilirsinizmi?